Deyir, bir gün Nəsrəddin Tusi bir çobanın qonağı olur. Bunlar axşam vaxtı gələndə çoban buna deyir ki, ağa, buyur keç içəri, yataq içəridə, axşam yağış yağacaq. Nəsrəddin Tusi baxır havaya, görür havada yağış havası yoxdur. Deyir, yox, mən bayırda yatacam. Deyir, ağa, gəl keç içəri, yat içəridə, axşam yağış yağacaq. Bax, gecə yağış yağanda gəlib qapını döysən, qapını açan deyirəm, ha. Nəsrəddin Tusi deyir, neynək, eybi yox, qapını açmazsın. Beləliklə Nəsrəddin Tusi bayırda yatır. Gecənin bir yarısı görür ki, ildırım çaxır, yağış yağmağa başladı. Nəsrəddin Tusi gəlir, qapını döyür. Çoban deyir, ağa, mən sənə dedim axı, yağış yağacaq, qapını açmayacam. Bəs indi qapını niyə döyürsən? Deyir, sən qapını açma inan, amma mənim bir sualım var. O sualıma cavab ver, mən elə yağışda qalmağıma razıyam. Çoban qapını açır, deyir, ağa, nə deyirsən, nə sualım var? Nəsrəddin Tusi də özünün rəsədxanası, astronom, böyük riyaziyyatçı, alim. Deyir, mən Nəsrəddin Tusiyəm. Deyir, ağa, bağışla, bilməmişəm, gəl keç içəri. Deyir, yox, içəri keçməklə işim yoxdur. Məni bir sual maraqlandırır ki, sən hardan bildin ki, axşam yağış yağacaq? Deyir, ağa, bunu bilməyə nə var ki? Elə ki, gördün köpək girdi damının içində yatdı, deməli yağış yağacaq. Yox, köpək bayırda yatdı, deməli hava xoş olacaq. Bunu eşidən Nəsrəddin Tusi dizlərini atır yerə, əlin qaldırır Allahın dərgahına. Deyir, ey uca Allahım, mən bu qədər elm oxudum, araşdırmalar apardım. Ancaq sənin köpəyin qədər bilmədim. İndi qardaşlar, nə qədər bilsək də yenə öyrənməyə ehtiyacımız var. Diqqətinizə görə sağ olun.